dərsliklər vasitəsilə təqdim olunan Füzulini bizdən gizlətmək üçündür. Bəs dünya Füzulini Azərbaycan şairi kimi tanıyırmı? Füzuli ilə bağlı o qədər mənbələr var ki, onları tapmalısan, oxumalısan, saf-çürük eləməlisən və elə şey yazmalısan ki, başqalarının təkrarı olmasın. Dahilərimiz ictimailəşmir, həyatımıza daxil olmur. Nə mane olur? Çünki dahilərimizi həyatımızla bağlaya bilmirik. Bizdə o kitablar ona görə yazılmır ki, tədqiqatçıların özünə müəlliflərin çoxu aydın deyil. O meyarları onlar qoyublar, digər xalqlarsa ondan hesablaşmalı olublar. Elə formalaşdırıblar ki, ad dünyadır, amma dünyanı tanımamaq üçün dünya ədəbiyyatını öyrənməlisən. Yəni 5-6 ölkənin ədəbiyyatına qapılıb qalmalısan. Çox gözəldir. Ədəbiyyat Mən də gəlmək istəyirəm. Muzeyinin disertantıyam. İndi bu 7 il dediyiniz bu müddət, yəni bu uzun müddət çəkməsinin səbəbi nə idi? Çəkməsinin səbəbi ondan ibarətdir ki, məsələn, Füzuli ilə bağlı o qədər mənbələr var ki, onları tapmalısan, oxumalısan, saf-çürük eləməlisən və elə şey yazmalısan ki, başqalarının təkrarı olmasın. O məsələdir. İkinci bir məsələ, Füzulinin özünün istifadə elədiyi mənbələr var. Məsələn, nəyəsə işarə vurur, onların yerini gedib tapmalısan, öyrənməlisən. Qurani Kərimlərdən, hədislərdən, ondan sonra öz dövrünün ədəbiyyatından. Siz onların hamısını da oxumusunuz. Bəli, onları oxumaq. Deyək ki, nəzirələr yazıb başqa şairlərə. Həmin nəzirələri tapmaq. Tapırsan, məlum olur ki, məsələn, Nəvaidə ilə Nəvaiyə nəzirəsini tapırsan, məlum olur ki, Nəvaidə həmin şeiri başqa bir adama nəzirə yazıb. Məcbursan, onu da tapıb oxuyasan ki, ondan da xəbərin olsun ki, kök, özək hardadır. Beləcə, belə deyim də, bir mənbə o bir mənbəyə işarə eləyə, baxırsan ki, 10 minlərlə səhifə nələrsə oxumalısan və bu oxumaq da yalnız mütaliə deyil. Birincisi ona görə ki, o kitabların çoxu qədim kitablardır. Onları lüğətsiz oxumaq mümkün deyil. Hələ əldə etmək çətinliyini də bir kənara qoysaq. Əldə etmək çətinliyini də bir kənara. Əldə etmək indi izinə düşürsən, başqa mütəxəssislərdən soruşursan ki, harda oxumusunuz, istinadı nədən vermisiniz. Onlar vasitəsilə əldə eləmək olur. Amma onları əldə eləyəndən sonra bəzən, məsələn, divan ədəbiyyatı sözlüyü var. Qaldırırsan bir sözü, divan ədəbiyyatı sözlüyünün birində var, birində yoxdur. Və yaxud ikisində də var, ayrı-ayrı mənalardadır. Və bu çətinliklər yaradır. Özək mənanı ki, təhrif eləmədən qənaətə gələsən. Bax, belə getdikcə neçənci əsrə kimi gedib çıxmısınız? Olubmu ki, bu məsələyə bir toxunasınız ki... Məsələn, 10-cu əsrə qədər. Deyək ki, elə qəzəllər var ki, onların istinad elədiyi mənbələr 10-cu əsrə qədər gedib çıxır. Kimlərin qəzəllərdir onlar? Yadınızda qalıb mı? Məsələn, Xaqaniyə qədər gedib çıxırsan və yaxud Xaqaninin cavab yazdığı divan şairləri var, təzkirələr var. Onlara bəzən gedib çıxırsan. Sonra Füzulinin öz dövrünün şairləri ki var, mühitinin şairləri. Onlara gedirsən. Yəni bu, belə deyim də, çox elə mənbələr var ki, yəqin ki, ortada deyil və biz bilmirik onları. Fərid bəy, bu dediyiniz məsələ kifayət qədər məsuliyyətli və bir o qədər də çətin bir detaldır, çətin bir məsələdir. Heç çəkindiyiniz an oldu mu ki, bəlkə bu işə girişməyim, bəlkə bu işlə məşğul olmayım? Yox, o mənada olmadı, amma mənalar bir-birinə yol açdıqca elə bir ki, səyyaha çevrilirsən. Ədəbiyyat böyük bir okeandır, onu səyyaha çevrilirsən, bir-bir nələrsə kəşf eləyirsən. Çünki mən bunu ənənəvi elmi kitab tipində yazmadım. Niyə görə yazmadım? Azərbaycanda elmi üslub necəsə nə vaxtsa dəyişməlidir. Sanki kitabları oxuyursan, kitablarda belə bir
belə deyim, üslubun diktəsi var ki, məni oxuma. Kitab oxucunu itələyir. Bəli, kitab oxucunu itələyir. Və sanki bir qədər də müəlliflər özü məsələni deməli mürəkkəbləşdirirlər. Sanki özlərinə aydın olmayanları başqalarına təqdim eləyirlər ki, qoy sizə də aydın olmasın. Və çox oxucuda da belə bir məsələ var. Onlar elə bilirlər ki, aydın olmayan məsələ çox qeyri-adi dərəcədə dərindir. Bunlar girəcəyi kol deyil. Belə bir imij formalaşdırılır. İmij formalaşdırırlar. Ona görə bizim elmi kitabların böyük əksəriyyətini götürürsən, ilk 10-20 səhifədən o tərəfə rahatlıqla oxumaq mümkün deyil. Əziyyət çəkirsən. Əziyyət çəkirsən. Ona görə mən deməli bu kitabın məsələn istinadlarını ədəbiyyat siyahısı kimi vermədim. Yazdım Füzuli bələdçiləri. Kitabı da elə bir üslub tapdım ki, yəni kitab oxunaqlı olsun. Füzuliyə gedən yolu bağlamasın, çətinləşdirməsin, asanlaşdırsın. İstənilən bir şeyin asan tərəfi var. Sadəcə insanlar o asanı tapmağın özü çətindir. Ona görə çox adam çətin təqdim eləyir çox şeyi. Asanı tapana qədər çalışmaq lazımdır. Asanı tapa bilmədiyi üçün qəliz şəkildə qalır. Bəli. Ona görə də bizim klassiklərlə aramızda bir uçurum var. Mən bundan əvvəl də bir kitab yazmışdım, Aqibətnamə, Nizami Gəncəvinin əsərlərindəki ölüm hadisələri ilə bağlı. Hər ölüm qəhrəmanın xarakterinə uyğun baş verir. Orada da onu tapana qədər və onu bir sübut dəlilə çevirənə qədər ki, necə olur ki, hər kəs öz xarakteri ilə öz aqibətini formalaşdırır. Çox çətin baş. Amma o açarı tapandan sonra məlum olur ki, deməli müəllif də bunu belə düşünübmüş. Çünki belə düşünməsəydi, hardasa o məntiq qırılardı. Əgər 5 kitab boyunca müəllif bunu ardıcıl aparırsa, deməli bu artıq düşünülmüş bir məsələdir. Fərid bəy, necə düşünürsünüz? Biz bugün Məhəmməd Füzulini tanıyırıqmı? Fotolarını tanıyırıq. Yəni rəssamların çəkdiyi rəsmlərini tanıyırıq. Bir də ki, dərsliklərdən anlamadığımız şeirlər vasitəsilə tanıyırıq. Ad olaraq tanıyırıq, müəllif olaraq tanımırıq. Çünki dərsliklər vasitəsilə təqdim olunan Füzulini bizdən gizlətmək üçündür. Məram odur ki, Füzuli bizə görünməsin. Amma müəyyən kitablar ki var, məsələn deyək ki, Ələmdar Mahirin kitabı, Sabir Əliyevin kitabları və bu tipli kitablar vasitəsilə Füzulini öyrənəsi olsaq, onda tanıyarıq Füzulini. Və o baxımdan bir qədər də bizdə bu təqvim xasiyyətlilik var, yəni deyək ki, yubiley illərində diqqət həddən artıq çox olur və s. sonra bir qədər arxa plana keçir. Amma o baxımdan hesab eləyirəm ki, kifayət qədər tanımırıq. Kifayət qədər tanımaq üçün də yenə deyirəm, onların məramlarını bizə izah edən kitablar olmalıdır. Məsələn, bu yaxında Mustafa Dadçının bir kitabını nəşr elədik. Yunus Əmrənin həyatı və şeirləri. Kitab necə idi? 13 bənd məsələn qəzəl verilir. Sonra 13 bənd qəzəlin bir-bir təfsirləri, izahları verilir. Və bu o dərəcədə mənbələrlə işləyərək verilir ki, Yunus Əmrə adını ilk dəfə eşitmiş bir insan, əgər o kitabı qaldırıb oxumağa başlasa, vərəqlərini çevirib oxumağa başlasa, kitab bitəndə onun bir dənə ayrıca Yunus Əmrəsi olacaq, öz içərisində formalaşmış. Yəni bir şairi özü üçün aydınlaşdıran kitablar olmalıdır. Ki bu kitabı oxudum və bu şair mənim üçün aydınlaşdı. Bizdə o kitablar ona görə yazılmır ki, tədqiqatçıların özünə müəlliflərin çoxu aydın deyil. Aydın deyil. Hətta bilirsiniz, olur ki, bir evin içərisində yaşayan insanlar olur, mahiyyətcə bir-birini tanımırlar. Bilmir ki, bunun həyat yoldaşı nə boyda bir insandır. Uşaqlar bilmir ki,
əsl ataları kimdir? Nə mənada əsl ataları? Yəni mahiyyətcə ataları kimdir? Fiziki bilirlər. Daxilində nələr gizlənir? Bəli, daxil. Onu bilmirlər. Tədqiqatçılar da var ki, eynən o cür tanıyırlar tədqiq etdikləri obyekti. Ona görə elə kitablar yazmaq lazımdır ki, o birinci onu yazan müəllif üçün öz formalaşmış qənaətləri olsun. Başqalarının kitabları açırsan, tədqiqat kitablarının çoxu ucuz statçılıqdan başqa bir şey deyil. Yəni özünə qədər ki, araşdırmalardan bu onu deyib, o bunu deyib və sən nə demisən, o sən nə demisən yoxdur. O sən nə demisən yoxdur deyə o statçılığın arxasında gizlənir həmişə. Və özünə əgər aydın olmayan tədqiqat obyektini başqasına necə aça bilər? Çox vacib bir məqamlara toxunursunuz Fərid bəy. Və Füzulini tanımaq məsələsində istədim bir balaca qalaq və bu məsələnin üzərində xüsusi vurğu edək. Biz baxırıq ki, müəyyən mənada Lev Nikolayeviç Tolstoyu tanımağa cəhd edirik. Dostoyevskini tanımağa cəhd edirik. Hugo'nu tanımağa cəhd edirik. Miguel de Cervantesi, Gabriel Garcia Marquez'i və bir çoxlarını, yəni qərbdən gələn yazarları, yazıçıları, ədəbiyyat dahillərini tanımağa cəhd edirik. Demirəm tanıyırıq. Amma bizim öz dahilərimizi tanımağa cəhd etmirik. Bu həqiqətən belədirmi? Bəlkə mən səhv edirəm. Edirikmi cəhd, yoxsa? Cəhd edirik, amma yenə deyirəm, bizim dahilərimiz ictimailəşmir, həyatımıza daxil olmur. Nə mane olur? Biz mane olan nədir? Çünki dahilərimizi həyatımızla bağlaya bilmirik. Həyatımızla bağlaya bilmirik. Nizami süjetlərini həyatımızdakı hansısa detalla bağlaya bilmirik. Füzulinin süjetlərini bağlaya bilmirik. Bizə mane olan nədir? O sualdan yayınmadan cavab verin. Bizə mane olan odur ki, biz onların dövrünə qayıdıb, onları dərk eləməyə çalışırıq. Bu çox çətin məsələdir. Onları öz dövrümüzə gətirmək, uyğunlaşdırmaq, adaptasiya etmək budur üstünlük. O dediyiniz adlarınızı çəkdiyiniz müəlliflərsə bizə daha yaxın dövrə aiddir. Ona görə biz həyatımızla onları adaptasiya eləyə bilirik, uyğunlaşdıra bilirik. Amma dərindən araşdıranda biz görə bilərik ki, elə Füzuli bizim müasirimizdir. Məsələn, Füzulinin Rindi Zahid əsərini oxuyanda ata ilə oğul, mən Selingerin Çovdarlıqda uçurumdan qoruyan əsərindəki bir məqamdan çox maraqlı bir paralel tapdım. Necə? Orada bacı gəlir, həyatda özünü heç bir yerdə deməli sübut eləyə bilməyən, həyatda hər şeyi axtaran, özünə peşə seçə bilməyən, fikirləri dağınıq qardaşının yanına. Deyir ki, sən evdən də qaçmısan, özünə bir iş tap. O qardaşı başlayır saymağa ki, bu peşə pisdir, o peşə pisdir, o peşə pisdir. Birdən bacısı deyir ki, sən vəkil ol. Vəkil ol. Vəkil yaxşı peşədir. Vəkil olacaqsan, başqalarının haqqını müdafiə eləməkdə köməkdar olacaqsan. İlk baxışda ağlına batır oğlanın. Bu yeniyetmə bir oğlandır da, hələ qərarlarını verməmiş, peşə seçim etməmiş, fikirləri dağınıq, aləmi qarışıq bir oğlandır. Razılaşır bacısı ilə. Sonra qəfil öz qərarından geri dönür, deyir ki, axı vəkil olsam kimdənsə pul alıb, bəzən haqqı da müdafiə eləməliyəm. Və deyir ki, ən yaxşı peşə nədir? Qoy mən gedim Çovdarlıqda kənarında dayanım, uşaqlar oynayırlar orada. O uşaqlar oynayırlar orada, birdən başları qarışır, diqqət eləmirlər və Çovdarlıqdan yıxılırlar yerə. Gedim təmənnasız oturum orada, o əylənən uşaqları qoruyum, kənarında oturum, qoymayım yıxılsınlar. Təmənnasız bir peşə sahibi olmaq. Müasir dillə desək, ictimai əsaslar. İctimai əsaslarla. Və orada Bəngübadədə belə bir yer var. Selingerdə qazı ilə qardaşın arasındakı diyaloq, burada Füzulidə ata ilə oğlun arasında baş verir. Ata deyir ki, sən sənətkar ol, sənətkarlıq gözəl iş deyil.
daim əlin zəhməti ilə çörək qazanacaqsan. Və heç kəsə də möhtac olmayacaqsan. Oğul o dəqiqə deyir ki, sənətkar olanda insan gecə-gündüz işləyir, fiziki olaraq o qədər yorulur ki, mənəvi olaraq da heç nəyə tabi qalmır. Orta əsrlərin məşhur peşəsindən biri nə idi? Tacirlik. Deyir, onda tacir ol. Deyir, mən tacir olsam, tacirlik nədir? Sənin ən böyük arzun olur ki, başqalarının ehtiyacı artsın ki, sənin qazancın çoxalsın. Həqiqətən ki, bugün istehlak cəmiyyətidir da. Çalışırlar ki, mümkün qədər bizim ehtiyacımızı artırsınlar. İndi adı tacirlikdən keçib sahibkara. Bəli, sahibkarlığa. Yəni, istehlakı artırmaq haqqındadır dünyanın bütün düşüncələri. Məsələn, adam bir gün ərzində fikirləşirsən ki, ilahi, nə qədər şey mən elektrikə taxmalıyam. Hər şey məlum olur ki, hər şey üçün enerji lazımdır. Telefon üçün enerji lazımdır, fanar üçün enerji lazımdır. Hətta alışqan üçün indi alışqanlar çıxıb enerji lazımdır. Bir çox cihazların mənbəyi o əmin o enerji. Bəli. İnsanın az qala gününün böyük bir hissəsi onları nəzarət eləməklə keçir ki, bunların enerjiləri bitməsin. İndi avtomobillərə də eyni şey ki, bunun enerjisi var, yoxdur və s. Yeri gəlmişkən, insana enerji verən içkilərdən biri də kofedir. Kofenin dadına baxa bilərsiniz. Rent bunları analiz edir. Analiz elədikcə, o da qarşılıqlı olaraq elə bir peşə axtarır ki, özünə. O insanların fiziki ehtiyacından asılı olmayan bir şey olsun. Necə ki, uşaqların axı oynamağı fiziki ehtiyacdan asılı deyil. Onların əyləncə dünyasında mənəvi ehtiyacından doğan bir şeydir. Və Füzuli bunu nə vaxt yazıb? Salinger nə vaxt yazıb? Əsrlər sonra. Biz eyni qaydada deməli aid eləyə bilərik ki, deməli Füzulinin digər əsərlərinə indiki eşqi adaptasiya eləyə bilərik. Məsələn, Leyli və Məcnunla və yaxud musiqi əsərləri ilə bağlı 7 cam yazıb. 7 alətdir. 7 alətin hər birinin öz xarakteri var. Və bu 7 alət məlum olur ki, axırda və 7 cam da 6 alətdir, üzr istəyirəm. Məlum olur ki, 7-ci alət müğənninin, orada mütrib yazılır, müğənninin boğazındakı səs telləridir. Tibbi olaraq 18-ci əsrin sonlarından musiqiçilərin səsini qorumağı ilə bağlı kitablar yazılıb və s. Onu artıq bir aləti necə ki qoruyursan, o səsi də o cür qorumaq lazım olduğunu. Füzuli yazır ki, 6 səs birləşir, harmoniya yaradır. Müğənninin əsas mühüm, ümdə amili olmalıdır ki, məqsədi olmalıdır ki, o səsləri toplasın öz səsinə və onu Allaha çatdıra bilsin. Yəni, bizi ecaza çatdıra bilsin. Ona görə görürsünüz, orkestr ifa eləyir, bir müğənni çıxır səhnəyə, oxumağa başlayanda biz arxada çalınan səsləri unutmağa başlayırıq. Birdən sanki yalnız deyilişə qulaq asmağa. Elə bir o səslərin hamısını ifası toplayır öz boğazında, birləşdirir və bizə çatdırır. Vəhdət halına salıb bizə təqdim edir. Bəli. Nümunələri çox uzatmaq olar. Məsələn, keçən dəfə bir verilişdə dedim ki, əslində Zeyd, Nofəl kim idi? Gəlirdi, Məcnunla danışıqlar aparırdı, onu çəkindirməyə çalışırdı, eşq fəlsəfəsindən izah eləməyə. O dövrün psixoloqları idi onlar. Psixoloqları idilər. Gəlirdilər, Məcnunu divanəlikdən xilas eləmək istəyirdilər. Çarə axtarırdılar. Bəli.
Yəni bütün bu tipli analizlər eləyib Füzulini əsrimizə yaxınlaşdırmaq lazımdır ki, biz onda həyatiliyi tapaq. Çünki həyatiliyi tapmayana qədər klassiklərlə aramızdakı məsafə çoxalacaq. Bəlkə də baxın, dediyiniz kimi təqdimatları olmadığı üçün insanlar Füzulini həyatlarına bax siz dediyiniz şəkildə uyğunlaşdıra bilmirlər. Bəli, o təqdimatlar yoxdur bizdə. Kim etməlidir o təqdimatları o zaman? O təqdimatları... Sən birini Fərid Hüseyn etdi. Hə. Bir neçəsinin adını da siz qeyd etdiniz bir qədər əvvəl. Bəli. Yetərli qədərdirmi? Yenə deyirəm, müəllif olmaq istəyi ilə yazılmalıdır kitablar ki, mənim bu kitabımı kimsə götürsün və oxusun, oxumağa başlasın. Amma bizdə elmi üslub elə formalaşıb ki, sanki yalnız bu mütəxəssislər üçündür. Dar bir çevrə üçündür. Eyni zamanda kitabların tirajı və s. Və yaxud biz filmlər çəkiləndə də, klassik dövrlə bağlı filmlər çəkiləndə onların mesajları sanki klassik dövrdə də qalır. Keçmir. Biz onun əsrini canlandırmağa çalışırıq. Təqdimatlar elə bir şəkildə olmalıdır ki, onu öz günümüzlə bağlaya bilək. Nə qədər ki, klassiklərimizi öz günümüzlə bağlamamışıq. Nəsimini, məsələn, dərsi soyulmuş orta əsr şairi kimi qavrayacaq, fikirləşəcək ki, oldu və o əsrdə qaldı. Füzulini öz dərdlərindən baş açmayan, onların əlində giriftar qalmış bir adam kimi qəbul edəcəyik. Və yaxud Nizamini didaktik, ancaq ağıl verən bir insan kimi qəbul edəcəyik. Fərid bəy, baxın, o dediyimiz klassikləri bizim o dediyiniz şəkildə qəbul etməyimizdə Çar Rusiyasının müstəmləkəsi olmağımız, Sovet Sosialist Respublikaları İttifaqının bir parçası olmağımız və orada ideoloji təsirlərin rolu yoxdurmu? Təbii ki, var, olub, amma artıq müstəqilliyimizin də yaşı az deyil. Biz o burulğanlardan, o təsirlərdən kifayət qədər xilas olmuşuq. Və xilas olmağımızın bir tərəfi də bu ki, ardıcıl prezident sərəncamları çıxır, yubileylərlə və s. bağlı. Onlar çox böyük imkanlar yaradır ki, biz klassikləri yenidən dəyərləndirək. Bir ölkə boyunca Nəsimi ilə elan olunması, Nizami ilə elan olunmasından böyük dövlət ədəbiyyatın həyata yaxınlaşdırması üçün daha nə etməlidir? 10 milyonluq ölkə üçün Nizami ilə elan olunur. 10 milyonluq ölkə üçün Nəsimi ilə elan olunur. Bunlar böyük addımlardır. Sadəcə o böyük addımları belə deyim ki, öz dəyərində qiymətləndirilir. Düzgün dəyərləndirir. Ona uyğun da, o böyüklüyə uyğun da təqdimatlar olmalıdır. O təqdimatlar nə qədər çox olsa, mən demirəm yoxdur. Gözəl işlər də var, görülür. Sadəcə sayı çox olmalıdır və çünki biz neynəsək də humanitar yönümlü ölkəyik. Yəni bizim şeirə, sözə xüsusi önəm vermişik. Və bu gün də verilir. Bu nəyə görə verilir? O demək deyil ki, biz keçmişə qapılıb qalmışıq deyə Nəsimi ilə elan olunur, Nizami ilə. Yox. Bizim öz cövhərimizdəki varlığımızdan uzaqlaşmamağımız üçün həm də texnoloji inkişaf gedir. Biz də elə tipli ölkəyik ki, dünyada nə baş verirsə, ona tez uyğunlaşa bilirik. Yəni, adaptasiya olan bir ölkəyik həqiqətən. İnsanlarımız da. Dünyada nə qədər kəşflər var ki, onlar, məsələn, kino özü nə vaxt yaranıb, Azərbaycanda nə vaxt olub. Çap maşını dünyada nə vaxt yaranıb, Azərbaycana nə vaxt gəlib. Belə baxdıqca görürsünüz ki, dünyada gələn texnoloji yeniliklər tez bizə gəlib çatıb. Bu gün də belədir. Yəni, müasirliklə ayaq uzlaşdırmağı bacarırıq. Bacarırıq. Bu məsələdə də bir qədər göz açıq olsaq və dəyərli kitablar yazılsa, filmlər çəkilsə ki, onları bizim həyatımıza yaxınlaşdıran, ondan sonra əlbəttə ki, hesab eləyirəm ki,
bu məsələdəki problem aradan qalxacaq. Fərid bəy, müasirlikdən danışdıq. Bu gün biz həyatımıza baxırıq və Azərbaycanın da müasir dünyanın bir parçası olduğunu görürük. Bəli. Və biz bu gün elə Bakının özündə, Azərbaycanın özündə qərb dünyasının bir parçası kimi görürük mənzərələri. Ən azından geyimlərimizdən də biz bunu deyə bilərik. Bəs Füzulinin dövrünə gedəndə və yaxud da ki, klassiklərimizin dövrünə gedəndə bugünün Azərbaycanı, yəni bu coğrafiya şərqin bir parçasıdır, yoxsa qərbin bir parçası? O dövrdə əlbəttə ki, şərqin bir parçasıdır. Çünki o dövrdəki dövlətlərin çoxu dini dövlətlər idi. Dini dövlətlər olduğuna görə də dövlətlərin əsas idarə etmə metodoloji, teoloji yəni aspektdən idi. O baxımdan onlar din də şərqdən gəlirdi və hər biri də nəzərə alaq ki, qatı dindar idilər. Sözün yaxşı mənasında, amma fanatik yox, həqiqi dindar idilər. Və yaradıcılıqlarda onları dindən ayırıb tədqiq edəndə sizə deyim ki, çox ucuz, adi belə məişət səviyyəsində məhəbbətdən o tərəfə keçməyən bir şeyə çevrilir onların yaradıcılığı. Bəlkə də Füzulini bugünümüzə adaptasiya edə bilməməyimizin mane olan səbəblərdən biri də o dediyiniz səbəbdir. Düşünmüsünüzmü heç bu haqda? Din məsələsi. Məncə indiki biz yəni bütün dinlərə qucaq açmış ölkəyik də, bizdə o problem yoxdur. Bizdə o problem yoxdur. Mən məsələn burada kitabın hissəsində bir hissəsi nə ilə bağlıdır? Bir hissəsi Füzulinin Yusif peyğəmbərə yazdığı şeirlərdir. Bir hissəsi İsa Məsihə yazdığı şeirlərin təhlilləridir. Adəm peyğəmbərə yazdığı, yəni İslam dinində müqəddəslər peyğəmbərlər hesab olunan həmin o şəxslər müqəddəslərdir. Dinin belə deyim də bir ad olaraq yayılmadığı dönəmlər, Adəm peyğəmbərlə bağlı yazdığı qəzəllər, sonra Məhəmməd peyğəmbərlə yazdığı qəzəllər, ayrıca bunlar şərhə cəlb olunur orada. O baxımdan bu multikultural ölkə olmağımız bizi elə bilirəm ki, o bir mənalılaşdırmaqdan xilas eləyib. Və bu da geniş imkanlar açır ki, hər kəs öz əqidəsinə uyğun oradan nəsə tapsın, ona uyğun, özünə uyğunlaşdırsın, zamana uyğunlaşdırsın. Necə ki, qərb dahilərindən özümüzü uyğunlaşdırmağı bacarırıq. Bəli, bəli. Qərb deyərkən, məsələn, Türkiyədə maraqlı bir jurnal, Notos jurnalının bir sayı çıxmışdı, Dünya ədəbiyyatı nədir? Orada maraqlı bir qeyd vardı. Deyir ki, dünya ədəbiyyatı deyiləndə, məsələn, heç kəsin ağlına gəlmir ki, Yapon ədəbiyyatı, Çin ədəbiyyatı, Uruqvay ədəbiyyatı. Avropa özünü elə təqdim edib ki, dünya ədəbiyyatı deyəndə, dünya əslində 6-7 ölkədən ibarət kimi görünür. Dünya ədəbiyyatı deyəndə biz Fransız ədəbiyyatını nəzərdə tuturuq, İngilis ədəbiyyatı, Alman ədəbiyyatı. O meyarları onlar qoyublar. O meyarları onlar qoyublar, digər xalqlarsa ondan hesablaşmalı olublar. Sanki bu romançılıqdan sonraki gələn yalanan bir tendensiyadır. Elə formalaşdırıblar ki, ad dünyadır, amma dünyanı tanımamaq üçün dünya ədəbiyyatını öyrənməlisən. Yəni 5-6 ölkənin ədəbiyyatına qapılıb qalmalısan. Bəs dünya Füzulini Azərbaycan şairi kimi tanıyırmı? Müxtəlif cür məsələ var orada. Məsələn, bəziləri ərəb şairi kimi qeyd edilir. Təbii ki, fars şairi kimi qeyd olunmur heç bir yerdə, baxmayaraq ki, farsça divanı var. Türk şairi kimi demək olar ki, mənbələrin bir 70-80%-i türk şairi kimi qeyd edilir. Çünki Bayat boyundan idi, türklər türk boyundan idi. Eyni zamanda əsərlərində buna aydın işarələr var və ondan da əlavə Füzulinin mühiti, onunla bağlı yazılan kitablarda da onun türk kimliyi görünür. Amma Avropa o məsələni belə deyim, ümumiləşdirib şərq şairi deyirlər bəzən. Bir adı altında. Amma məsələn, çox adam deyir ki, niyə Füzulini daha çox biz sahiblənirik? Niyə Fərid bəy? Çünki yazdığı dil türk ləhcələrinin içərisində ən çox bizə doğmadır. Götür orijinalını, baxın, heç kəs ona özbək şairi deməz, Qazax şairi deməz, Qırğız şairi deməz.
ən çox bizə, bugünkü işlət dilimizə, bugünkü və əsrlər içərisindən keçmiş bu dilə yaxındır. Və bu dil, bu bağlılıq o dərəcədə dərindir ki, aforizmlərdən tutmuş, oradakı atalar sözlərindən tutmuş, deyimlərdən tutmuş, adətlərdən tutmuş, vərdişlərlə bağlı işarələrdən tutmuş, hər şey bir nöqtəyə vurur. Bunun Azərbaycan